Sevmək necə olur? Qayğı göstərmək necə olur? Bilmirik, görməmişik. Nümunəmiz olmayıb. Bizə öyrətməyiblər, izah etməyiblər. Amma sevgidən danışırıq, qayğıdan danışırıq. Mərhəmət gözləyirik, ədalətli münasibət gözləyirik. İlk növbədə özümüzü sevməyi öyrənməliyik. Özümüzə şəfqətlə yanaşmalıyıq, mərhəmətlə yanaşmalıyıq. Özümüzü qorumağı öyrənməliyik. Kimdən? Hər şeydən, hamıdan. Sərhədlərimizi çəkməyi öyrənməliyik. Özünü sevə bilməyən insan başqasına mərhəmətlə yanaşa bilməyəcək. Öz dəyərini bilməyən insandan dəyər gözləməməliyik. Çünki onun bunun nə olduğunu bilmir. Özünə qayğı ilə, mərhəmətlə, şəfqətlə yanaş. Buradan başla. Sevgi dolu dünyan olsun deyə, gözləntilərini özün ödəyə biləsən deyə, özünlə darıxmayasan deyə, möhtəşəmliyini görə biləsən deyə özündən başla.